Bu Koreyada gördüğümüz ASMR'lerin məkanı belə bir şey var. Bu deyir çox qəşəng tostdur. Bu və bir də nə belə qaynamış yumurta ikisi bir yerdə təsəvvür edin alsanız 1 manat nə qədər pul eləyir. Yəni sabah yeyəcəyin ən ekonomik yeməkdir sayılır buna. Taylandda belə çeşidlər yəni çoxdur. Baxın. Meyvə, sonra yumurta və pendir. Yəni Tayland evində yemək pişirmir qardaş. Güzel, belə bir şeyler. Gördün mü? Bunu alacağım ama bunda fikrim qaldı. Hazır yemək deyəndə yəni Tayland ağlıma gəlir də mənim. Tayland bir də Koreya. Bu noodle'lar onların həyatının mərkəzidir. Məncə ondan yeyəcək başqa yeməyi yoxdur qardaş. Ancaq belə bir şeylərlə qidalanırlar. Buraya gəlib də o Koreyalıların çəkdiyi şeyi çəkməsəm ürəyim patlayar deyə düşünürəm. Bu videonu da belə səsli çəkirəm. Yəni üstündə işləməyə tamamilə vaxtım olmayacaq. Bunu bilirsiniz də yosun chipsisi. Bunu almağı fikirləşirəm. Bu ikisini aldım, bu ikisini. Şimdi bunların tadına bakacağım. Nasıl görelim.